4 dənə sütunu var Allaha pənah aparmağın. Bir sütunu təqvadır. Təqva halı. Gələk səndə olsun ki, Allah sığına biləsən. İnnəl-ləzinə ittəqav. Mənim təqvalı bəndələrim var. İzə məssəhum taifun. Elə ki, şeytanlar ətrafına dövr eləməyə başladı. Onların təqvası var axı. Təzəkkəru. Allaha zikr edirlər. Deməli, Əuzu billahın Allaha pənah aparmağın ikinci sütunu təzəkkürdür, zikirdir. Birinci sütunu təqvadır. Təqvan olsa, Allaha xatırlasan bu iki, nə olacaq? Fəizahum mubsirun. Allah sənə bir bəsirət edəcək, görürsən şeytan gəlir sənə tərəf, uzaqlaşdırırsan. Bu iki sütun. Amma üçüncü sütun nədir? Üçüncü sütun deyirlər ki, insanın Allaha sığınmasıdır. Şeytan özü deyir, İnnəhu leysəlləhu sultan ələl-ləzinə əmənu və alə rabbihim yətəvəkkəlun. Bəzi insanlar ki var, tamamən Allaha təvəkkül ediblər. Deyirlər, ilahi, sənə təvəkkül edirik. Şeytan onlara neyniyə bilmir, sultan ola bilmir, hakim ola bilmir, istiqamət verə bilmir, onlar aldada bilmir. Bu da bir məsələ. Yaxşı. Digər məsələ, dördüncü sütun. Üçüncü sütun nə oldu? Üçüncü sütun bu oldu ki, təvəkkül elə. Dördüncü sütun ixlasdır. Ayə belədir. Ləuğviyənnəhum əcməin illə ibadəkə minhumul muxləs. Allahım, mən sənə sığınıram. Yaxşı. Daha doğrusu deyir, ləuğviyənnəhum əcməin. Şeytan deyir, onların hücum eləyəcək.